Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamdan bir hədis inşallah deyəcəm və onun haqqında danışmağa çalışacağıq inşallah. Həzrəti Əli əleyhissalam dost haqqında danışır. Ən yaxşı dost və yaxud da qardaş, ən yaxşı qardaş kimdir? Həzrəti Əli əleyhissalam ki, sənin ən yaxşı qardaşın səni haqq yolda ən çox qəzəbləndirəndir. Çox maraqlı bir hədisdir. Səni haqq yolda ən çox qəzəbləndirən şəxs sənin ən yaxşı qardaşındır. Burada qəzəblənmək və yaxud qəzəbləndirmək kimisə alçatmaq, kimisə təhqir eləmək demək deyil. Və yaxud da kimisə incitmək deyil. Burada məqsəd budur ki, qardaşın, mömin qardaşın sənə haqqı deyir. Sənin daxilində egondan toqquşma yaradır. Yəni sən o haqqa qarşı belə də insanın içərisində müdafiə mexanizmi var. İnsana bir şey xoş gəlməyəndə o insan belə də avtomatik olaraq müdafiəyə keçir. Və bu da bəzən özünü qəzəblənməklə göstərir. Həzrət Əli əleyhissalam da deyir ki, haqqı deyən dost ən yaxşı dostdur. O səni qəzəbləndirsə belə. Ən çox haqqa görə qəzəblənirsənsə, demək sənə nə olur? Dostun haqqı deyir. Ona görə tərifləyən yox. Əsl dost, əsl qardaş səni düzəldəndir. Sənə haqqı tövsiyə edəndir. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, o kəslər ziyan içərisində deyirlər ki, iman gətiriblər, salih iş görüblər, haqqı və səbri bir-birlərinə tövsiyə edirlər. Yəni, o deməkdir ki, Həzrət Əli əleyhissalamın hədisinə əsasən bu o deməkdir ki, həqiqi dost haqqı demədən heç vaxt susmaz. O görsə ki, sən səhv edirsən, səni qəzəbləndirmək bahasına olsa belə, sənə haqqı deyəcəkdir. Allah Teala möminlərin bir-biri barəsində, bir-biri münasibəti barəsində Quran-ı Kərimdə Tövbə surəsinin 71-ci ayəsində qeyd edir, bizə Peyğəmbərinə nazil edib, buyurur ki, Bismillahirrahmanirrahim, Vəl-mu'minun vəl-mu'minat. Mömin kişilər və mömin qadınlar, Bə'duhum əvliyəu bə'd. Bir-birlərinin dostudurlar. Yə'muruna bil-ma'ruf və yənhəvnə anil munkar. Onlar bir-birlərini dostudurlar, yaxındılar, yaxşılığa əmr edirlər, pisliklərdən çəkindirirlər. Yəni, mömin təkcə, mömin qardaş olmaq o demək deyil ki, sən ancaq yaxşı gündə belə sənə qardaş olmalıdır, yox. Və yaxud da sənə ancaq tərifləsin, sənə ancaq xoş söz desin, yox. Yaxşı dost odur ki, sənə səhvini desin. Digərli, zaten bu səhv varsa, bu səhvi hamı görür. Sənə demirsə, demək sənin həqiqi dostun deyil. Həqiqi dost gələr sənə, deyər ki, sən bu şeyi səhv elədin. Hətta hədisə əsasən dediyimiz kimi, səni qəzəbləndirmək bahasına olsa belə. İnsan necə olmalıdır? Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَبَشِّرْ عِبَادِيَ الَّذ۪ينَ يَسْتَمِعُونَ الْقَوْلَ وَيَتَّبِعُونَ أَحْسَنَهُ. Buyurur ki, o bəndələrimə müjdə ver ki, sözü dinləyərlər, sözə qulaq asarlar və sözün ən yaxşısına tabi olarlar. Ona görə bir adam danışanda baxmaq lazımdır. Görə nə danışır bu? Qardaşın gəlib sənə tövsiyə verir, bir dinlə görə nə deyir? Ona görə də insanda bir tənqid qəbul etmə mədəniyyəti olmalıdır. İnsan tənqidi qəbul eləməlidir. Və yaxud da insanda bir dinləmə mədəniyyəti olmalıdır ki, görüm qarşısındakı nə deyir. Və yaxud da insanda məsləhət alma mədəniyyəti olmalıdır. Və yaxud da məsləhət vermə, bu qarşılıqlı olmalıdır. Kim məsləhət alım, görüm, elə bəlkə mən səhv eləyirəm, bəlkə elə məndən hamı narazıdır, bəlkə getdiyim yol düzgün yol deyil, hələ heç kim mənə ürək eləmir deməyə. Ümumiyyətlə, cəmiyyətdə möminlər elə şərait yaratmalıdırlar ki, bir-birlərinə səhvi deyə bilsinlər və bir-birlərindən səhvi qəbul elə bilsinlər. Mən bu günləri filan kəsə səhvin deyəndə bilməliyəm ki, o mənə belə deyək ki, əhsən deyəcək.
Bilməliyəm ki, mən ona səhvini hədiyyə verərkən o mənə təşəkkür eləyəcək. Nəinki məni dostluqdan siləcək. O bir nəfər var idi, deyirdi ki, 10 ildir məsələn, elə möminlər var ki, 10 ildir bir-birlərlə dostluq edirlər, hələ də bir-birlərinə söz deyə bilmirlər. Hələ də bir-birlərinin səhvini bir-birlərinə deyə bilmirlər, bir-birlərinə çəkinirlər. Möminlər bu cür olmamalıdır.